Gözü. Sual nömrə 74. Bəli, bəli. Ə, yorulacaq, amma diqqətli olaq da. Ciddi yorulacaq. Allah özü kömək olsun. Görək özümə. Bu sualın yaranma kötüyü keçən ilin qəbul imtahanında riyaziyyatdan düşən kombinatorika sualıdır qəbul imtahanında. Oradan esinlənib. O da elə, oradan esinlənib. Və informatika biliyi əsasında sual. Deyir ki, bu kodlar simvolunun neyləri ilə yaradılıb, müəllimələr? Yerini Yerini değişmekle. Bir dəyişməklə. aralar qəbilə icması söhbəti yadımıza düşdü də, düzdür? Bəli. Bəli. Hı -hı. Kombinizon bilirik yoxsa yox? Mən bilim necə izahlayayım bunu. Yəni, Tam da bilmirəm nə onda yazılır. lori, yəni informatikanın aslılıq qurmaqla eləyək. Olar? Mhm. Bəli. Birinci addım budur. Bütün kodlar 7 simvolu ilə bitir. Onda razısınızmı ki, müəllimələr? Burada mən nə etsəm də elə bir Yetti yazıldı. o kişi necə ki orada tək özü gedirdi. Düzdürmü? Mhm. O kişinin əvəzləyəcək başqa kişi yox idi ki, düzdürmü? Mhm. Razısınız? Bəli. Bəli. Əla. Eynən burada da bu 7-ni əvəzləyə biləcək bir şey yoxdur. Razı? Ha, bəli. Onda buranın bu 7-nin durduğu seçim vəziyyəti bir haldır. Razı? Aha. Bəli. Bir hal. Bir halda olacak. Elə bir ki bu 7-ni silirəm buradan. Bəli, yerdə 6 qalır. dənə bu 2, 4, şeyi 6 6. dənə bura düzməliyəm. Razı? 6, 6, 6. Sıxıntı var. Yox. 6 vur 6, vur 1. Soruşuram. Səbirli olun. Ən az istifadə olunan simvol hansı simvoldur orada? 1, 7. 0. Sıfır. Bir Ha, de 0 bir dəfə. 7'yi sildiyi atdıq da beynimizdən. 7'nin yeri buradır. Vəziyyət Yeddi Sıfırla olsa sonda gəlir. başlamayacaq. Sıfırla başlamayacaq. niyə görə ki, müəllimə? Niyə ədəd demir ki? Ədəd Baxın, desəydi bəli, bəli, sıfırı baxın. nə? Kod başqa şeydir, ədəd Ha, başqa kod. şeydir. Okey, anladım. Mən misbiyaqları sizə 7, 4, 7 demək, buna 747-dir. Misal üçün, mən ən əsəbləşdiyim Bəli. şey, əsasən, bilmirəm, sizin aranızda varsa bu şeyi yığışdırın. Misal üçün deyirəm, Bəli. bu ədədə 1000 deməkdir. Və yaxud bu ədədə 357 deməkdir. Mən çox qınayıram və tənqid edirəm. Əgər buna 357 deyirsinizsə, böyündən deməyin. Bu 357 deyil. Bu Hiçbir koddur. şey. 8-ci say sistemində bu 237 miqdarının 8-ci say sistemindəki kodudur. Deməli, vurğulanacaq versiya 357-dir. Fikrimi izah bilirəm? Mhm. Bəli. Yəni, mənim telefon nömrəm budur, müəllimələr. Baxın. Biz buna 269 deməklə böyük səhv eləyirik. Bu miqdar deyil ki. Onluq, ədəd deyil ki bu. Aa, Koddur. İngilislər ona görə tək-tək Bəli, deyir. ingilislər düz deyir, bizim dilçilər o vaxt səhvləyiblər və bizi də Bəli. səhv öyrəşdiriblər. Ola bilər rahatçılıq üçün budur. O rahatçılığa qalsa mənim də danışığımda bu əvəzinə mən mını deyirəm. Bizim ləhcəyə görə mınıdır. Mını götür, mını ver. carlısınız müəllim. Bəli. Ucar tərəfdən. Şirvan Hacı Qabıl. Hı. Aha. Aa, Amma o demək deyir ki, bu mını deməkdir. Bu yazılışda bu deməkdir də bu. Bunu. bəli. Düzdürmü? Fikrimizi Bəli. elə bildiyim indi ağlıma cari nümunə bu gəldi. İndi deyirəm, nəzər alın ki, hamısı bədahətin olur. İndi qayıdıram bura. Ona görə koddur bu. Kodda sıfırla başlaya bilər. İndi soruşuram. Sıfır neçə fərqli yerdə ola bilər? 6. Əla. 6 Kişinin neçə fərqli həyat yoldaşı vardır? 8 var. Əla. Hər bir hal bu kişidir, elə bir 7. Bir hal, Hı-hı. bir halın hər biri üçün 6 fərqli yerdə sıfır dayana bilər. Razı? Bəli. Mhm. Bəli. Deməli 6 cür ağacın 6 budağı əmələ gəldi. Fikrimizi alaya bilirlər, nə demək istəyirəm? Bəli. Mhm. Əla. Deməli 0 hardasa məskunlaşdısa, yerdə neçə hal qaldı müəllimələr? 5 al. Əla. O 5 halda ya 4'lərdir, ya da 6'lardır. Razı müəllimələr. Aha. İndi mən orada demirəm də kombinizonların 5-dən 6 var. 3 demirəm də sizə. Yaxşımı? 5-dən 3 yox, 5-dən 2 demirəm. Yaxşımı? 5-dən 2 eləyir, 3, 4 vurursun. Hə, kombinizon müəllimələr. Demirəm ki, o kombinizon 5-dən 2 və yaxud 5-dən 3 deyə bilərik. Yəni riyaziyyata görə 5 dənə ola biləcək yerdə
5 3. faktorial. 3 faktorial riyazi Bir də qaydaya 2 görə budur. faktorial. 4 vurulsun 5 bu edir 10. Əslində. Vso. Yəni 6 vurulsun 10, 60 versiya yaranır. Əslində. İndi mən sizə bunu cavab 60-dır burada. Hala. Baxa Bilmirəm, bilərik gedir. cavaba. Baxaram müəllim mən indi. Rəhmət olsun sizə. 74. Bəli. Beşten benim 74. Bəli. Bəli, 60-dır. Aha. İndi mən bunun hardan yarandığını göstərəcəm sizə. Olar? Aha. Buyurun. Özün kömək elə beynimə. Deməli. Baxın, mən sizdən soruşuram. Kinoteatra getmisiniz. 9 zərgə yer var. 9 bir zərgədə 9 dənə yer var. Soruşuram. Hı hı. 1 2 3 4 5 6 7 8 9. Siz neçə fərqli yerdə otura bilərsiniz? 9 farklı yerde. Hələ indi soruşuram. Siz və 8 dənə qarpız ayrı-ayrılıqda. Neçə fərqli hal yarada bilərsiniz? Yenə 9. Deyin niyə? 72. Yok. Deyin niyə? Niyə müəllim? Qarpızlar yerdə qalan halda olurlar. Yəni siz burada otursanız burada 8 dənə qarpız, burada olsanız 8 Yine de 8 karpuz olur. Dilimi Ha. izah eləyə bildim nə demək istəyirəm? Hı hı. Aha. Bunu boşuna demədim. Deməli, mən 4-ün düzülüş sayını ola bilər 4-lərin düzülüş versiyasını şey eləsəm, yerdə qalan 6-ların öz aralarında yer dəyişmələri heç bir fərq yaratmayacaq. Razı? Biraz ağır oldu, bilirəm. Diqqətli olun, deyəcəm nə demək istəyirəm. 5 dənə yerdə 2 dənə 4-ün düzülüşünə baxaq. Kombinatorikaya görə tutaq ki 4-ün biri buradadır. Soruşuram. 4-ün biri burada stabil qalıb. O birisi 4 neçə fərqli vəziyyətdə dayana bilər, müəllimlər? 4 farklı yerde. Əla, əla, qəşəng. Yazdım sizin xətrinizə bura 4. Hara yazın bura? Hı hı. O 4 indi burada deyil, müəllimlər. Birinci 4. Aha. İndi bu 4 alır. O 4 buradadır. Soruşuram. Yine de aynı sayda. 4 amma qulaq asın. İkinci 4-ün burada olduğu hal artıq burada var da, düzdürmü? Bəli. Onda neçə hal qaldı? 3 hal. Razı? 3 al. Bəli. Əla. İndi birinci 4-ün statik, yəni stabil, yəni sabit, yəni yeri dəyişməz. Burada saxlasam. İkinci 4-ün yenə 4 halı var. Sadəcə bura olan hal burada nəzərə alındı. Bura olan hal burada nəzərə alındı. Razı? Hı hı. Onda Hı hı. ikinci 4 üçün 2 hələ rastlaşılmamış hal qaldı. Razı? Bəli. Sağda. Yoxdur ki, bura kimi sıxıntı. Yok. Okay. İndi soruşuram. Birinci 4 stabil olaraq burada olsa, ikinci 4-ün yenə 4 halı var Bir amma dənə, üçü bir dənə artıq qalır. bura. Düzdürmü? Başqa hal 4'ü mümkündür. var, biri qalır. Başqa hal mümkündür ki. Yok. Yok. Aha. İndi deyin görə neçə hal yarandı? 4 plus 3 24. plus 2 Yox. plus 1. Hə, toplamadır. Razı? Hı hı. Bunlar bir-birindən asılı olmayan hallar idi deyə toplamalar. Ya belədir, ya belədir, ya belədir, ya belə. Fikrimi izah eləyə bildim. Bəli. Bu da oldu neçə? Baxın. 60 hal.